Dostlar, salam əziz qardaş və bacılar. Necəsiz? Ümid edirəm ki, yaxşısınız. Bugünkü mövzumuzda yenə OKR-dən danışmaq istəyirəm. Sizin bildiyiniz OKB obsessiv kompulsiv pozuntu. Bu barədə danışmaq istəyirəm. Bilməyənlər bilsinlər. Obsessiv kompulsiv действиялар trivojni состояниеyə görə dəyişilir. Yəni təşviş həyəcana görə yaranan bir состояниеdir. Yəni bir hissdir. Təbii ki, məsələn insanlar var ki, bir şeyi 100 dəfə yoxlayır, bir şeyi nə bilim sayır 50 dəfə. Belə bir xüsusiyyətləri var. Bu kompulsiyadır. Yəni bu rituallardır. Bu rituallar nədir? Təşvişi həyəcanı aradan qaldırmaq üçün edirlər əsasən bunu. Bunların müalicəsi bizdə təbii ki 2 seansa bu tərtəmiz olur. Çətin prosesdə, amma 2 seans keçirik və tapşırıqları veririk. Təbii bundan bir dəfəlik qurtulurlar və nəvəsçül müslidir. Yəni keçmişlə bağlı ola bilsin düşüncələr çıxmır beyindən, götür qoy eləyir, filan eləyir, bunu türlü konflikt deyirlər. Ondan irəli gələn bir şeydir. Sonra təzyiqi, məzyiqi yoxlamaq, dəqiqə başı, nə bilim, termometri yoxlamaq, pulsu yoxlamaq, yəni belə şeylər, bədənlərinə baxmaq, gözünün içinə kimi bütün kontrolu almaq bədəni, vücudu ki, görək nə aşkar olunur. Yəni bu da действияларdır, bu təşviş həyəcanın verdiyi simptomatik bir действияларdır. Edirsiniz ritualları və görürsünüz ki, elə OKR-şniklar var, OKB-şniklar qorxurlar özlərinə qəsd eləyərlər və yaxud kiməsə zərər gətirərlər və yaxud kimsə yaxınlarını itirməkdən qorxurlar, yəni və s. Belə bir hallar sizdə varsa, yəni bu hallarla rastlaşırsa qətiyyətlə oturub gözləməyin. Dərhal müraciət edin mütəxəssislərə, sizə yardımcı olsunlar. O cümlədən də mən də işləyirəm. Təbii sizə yaxın deyiləm, amma hər şeyi internet vasitəsilə onlayn həyata keçirmək mümkündür. Yəni elə bir çətin iş yoxdur orada. Biz işləyirik, sizin müşleniyalarınızı kognitiv terapiya ilə təmizləyirik və başqa bir terapiyalar, çoxdur terapiyalar. Bunlarla sizin rituallarınızı aradan qaldırırıq və keçmişlə bağlı görürsünüz, keçmişiniz sizi incidir, hətta gətirib panikaya çıxardır. Onları biz işləyirik, qaydasına qoyuruq. Bütün hallarda yəni dözməyin, oturub gözləməyin, çünki bunu gözləyəndə mənim əzizlərim kortizolun çoxalması baş verir. Bunları nəzərə alın. Neyromediatorların pozulmasına gətirib çıxardır. Bunları nəzərə alın. Çünki bunlar haradasa tilesna. İndi bax siz gedirsiniz həkimə, həkim keçirsiniz medisin motordan, sizə heç bir şey aşkarlanmırlar, heç bir patoloji bir faktor tapılmır və sizə deyirlər heç nə yoxdur. Bu bir müddətdir. Bir müddətdən sonra təbii ki neyromediatorların disbalans olması, kortizolun çoxalması gətirib cürbəcür patoloji bir xəstəlikləri çıxarda bilər. Ona görə də oturub gözləməyin. Oturub düzdür, yəni psixoloji xəstəlik deyil bu. Siz səhv salırsınız və sizə səhv deyirlər. Anlatabildim mi? Bu psixoloji состояниеdir. Yəni hisslərdir, psixoloji hisslər. Psixoloji xəstələr tam başqa bir şeylərdir. Yəni bu mala qatmayın. Bu обратимаdır, yəni bunu düzəltmək mümkündür. Bunun müalicəsi var. Seanslarla qaydasına qoymaq mümkündür. Yəni bu hətta indi şizofrenika belə müalicə edirlər. Əgər birinci, ikinci stadiyadsa düzüb qoşmaq olur, yəni düzəltmək olur.
ağır diaqnozda, məsələn, ağır mərhələlərdə artıq gec olur. Amma məsələn, psixozlardır, şizofreniklardır, ilkin mərhələlərdə onlara yardım göstərmək olur. Təbii özlərinə qayıdırlar, işləyirlər, gücləyirlər filan, amma tam sağalma yoxdur. Tam sağalma bu diaqnozlarda olmur. Onlar daimi dərman qəbul edirlər və stabil özlərini remissiyada saxlayırlar. Belə mənim əzizlərim, kimdə bu hisslər varsa, boğazda komadır, gözdə dumanlıqdır, beyin sıxıntılarıdır, ürək döyüntüsüdür, təzyiqin oynamalarıdır, əl-ayaq qıcılmalardır, keyləşmələrdir, kürək ağrılarıdır, sinə ağrılarıdır, mədə sıxıntısıdır, ürək bulanmadır, ögümədir, qusmadır, bunlar varsa buyurun müraciət edə bilərsiniz. 24 saat WhatsApp-ım açıqdır. Yazın, konsultasiya təbii ki, yəni mən sizə qulaq asacağam, bu təmənnasızdır. Çəkin. Tamam mı? Özünüzə yaxşı baxın, gülə-gülə. Sağ olun.